Salam, əziz və dəyərli, çox hörmətli dostlar, çox hörmətli izləyicilər, hər birinizi bu gözəl gündə səmimi qəlbdən salamlayıram. Hər birinizə təşəkkür və minnətdarlığımı bildirirəm. Bilirsiniz ki, klassik olaraq 4-cü dərsdəyik. Fəlsəfənin qısa tarixi Nigel Warburton'un yazmış olduğu əsəri haqqındadır bizim dərsimiz. Bilirsiniz ki, bundan əvvəl ilk öncə bir məsələyə aydınlıq gətirmək istəyirəm, dəyərli izləyicilər. Mənə çox bu yöndə mesajlar və bu yöndə mənə çox zənglər gəlir və mən də istəyirəm ki, bu məsələyə aydınlıq gətirim. Biraz dərslərin YouTube platformasına yerləşdirilməsi biraz gecikir. Nəyə görə, dəyərli dostlar? Biraz həm bu aralar mənim də çox vaxt eləyə bilmirəm. Çox üzr istəyirəm sizlərdən buna görə. Maksimum dərəcədə heç cürə vaxt çatdıra bilmirəm deyə konsert və belə deyək ki, tədbirlərlə əlaqədar olaraq, seminarlarla əlaqədar, o mühazirələrlə əlaqədar olaraq heç cürə çatdıra bilmirəm deyə ona görə biraz dərslərin çəkilişində olan deməli dərsin çəkilişi uzanır, da vaxt uzanır, çatdıra bilmirəm. Həm bizim burada dərsi canlı olaraq dinləyən dostlarımız var. Həm onlar da soruşur, nə vaxt dərs işləyəcək, nə vaxt olacaq, həm də eyni anda daha geniş auditoriyaya çatdırmaq üçün dərslərimizi çəkiliş eləyən dostlarımıza da minnətdarlığımı bildirirəm. Ona görə biraz uzadı. Bəri başdan üzr istəyirəm sizlərə. Ona görə maksimum şəkildə bəri başdan söz verməyim, sonra deyirlər ki, bəs nə oldu? Ona görə həftədə 2 dəfə ola bilsin, tam çatdıra bilməsəm də inşallah həftədə 1 dəfəyə maksimum şəkildə dərslərin yayımlanmasına çatdırmağa çalışacağam dəyərli izləyicilərimiz. Elə bu açıqlamadan sonra vaxtımız azdır. Vaxtı az verirlər həmişə dostlar. Ona görə də istəyirəm ki, elə birbaşa keçək biz öz mövzumuza, öz dərsimizə. Demək, biz keçən dərs Pirrondaydıq. Biz Pirronu qurtarmışdıq qəşəngcə. Pirronu tamamilə bitirmişdik. Xeyli 30 səhifəyə keçmişik. Bugün Epikür haqqında danışacağıq dəyərli izləyicilər. Sizdən gələn şərhləri də oxuyuram, mesajları da oxuyuram, zənglərdə də çox gözəl sözlər deyirsiniz. Ümumiyyətlə qəşəng sözlərinizi görürəm, eşidirəm. Buna da çox dərin minnətdarlığımı, çox dərin təşəkkürümü bildirirəm dəyərli izləyicilər. Demək, keçirəm. Keçən dərsdən əgər ki sual yoxdursa ki, sual yoxdur. Suallarınız var mı dəyərli izləyicilər? Suallar yoxdur. Şərhləri oxudum. Sizdən də gələn elə xüsusi bir sual olmadığına görə mən istəyirəm ki, dərsimi danışım, növbəti. Və bu dərsi danışmazdan əvvəl bilirsiniz ki, ənənəmizə sadiq qalaraq hər dərs biz fərqli mövzuda bir çıxış eləyirik. Özünüz bildiniz nə demək istəyirəm. Keçən dəfə də çıxış eləmişdik. Bu dəfə də mən istəyirəm ki, bu çıxışı eləyim. Uzun olduğu üçün sözün düzü mən bu çıxışı eləmək istəyirəm. Ondan sonra, elə bu da bizim bu dərsimizin elə bir xülasəsidir. Yəni, buraları çevirməyin. Eşitmişəm, bəzi adamlar buraları çevirir. Nəyə görə? Qulaq asırlar. Sırf bunu, amma yox. Bunu anlamaq üçün bəri başdan bunu bilək, daha sonra buna keçək. Yəni, bunu demək istəyirəm. Deməli, indi isə hər birinizin dəyərli izləyicilər diqqətlə dinləməyinizi xahiş edirəm. Kimə də qaranlıq qalan yer olsa, suala olsa şərh olaraq da bildirə bilərlər. Bizim dostların belə deyək ki, nömrələrinə, WhatsApp nömrələrinə də göndərə bilərlər. Getdik. Deməli, ümumiyyətlə belə başlayıram. Ümumiyyətlə, bu danışacağımız mövzu çox aktual bir mövzudur. Bir şəxs yox, bir neçə şəxslər üçün
aktual olan mövzudur. Bütün insanlara lazım olan mövzu. Məsəl üçün deyək ki, bu sırf fəlsəfəyə maraq olan, fəlsəfə öyrənmək istəyən şəxslər üçündür, tutaq ki bu. Amma indi mənim bu danışacağım mövzu bütün cəmiyyət üçün lazımi və bütün cəmiyyətə çox mühüm, bütün cəmiyyət üçün çox mühüm bir mövzu olacaqdır. Ona görə ilk öncə bizə lazım olan budur ki, təkrar da qeyd eləyirəm, insan əgər ki bu yolda qədəmləri qoyubsa, insan ilk öncə öz məsuliyyətini dərk etməlidir. O deyilər, hər şeydən əvvəl, belə deyək ki, hər şeydən əvvəl anlamalıdır, bilməlidir. O deyirlər, o bilinçaltı, hər şeydən əvvəl, addımlamamışdan əvvəl artıq bilməlidir ki, çətin bir yola qədəm qoyub. Heç də asan bir yola qədəm qoymayıb. Bu, onu düşünüb, onu dərk edib, onu qəbullanaraq bu yola girirsə girsin. Əgər ki, yarımçıq qoyacaqsa, bu artıq hər şey burada dayanmış olur. Ona görə dediyim kimi, əsas bizə lazım olan mühüm faktor da budur. Yəni bunu elə bil ki, belə deyək ki, bu İslam dünya görüşündə də belədir, konsepsiyası, İslam dünya görüşündə də bu belədir. Məsuliyyətimizi dərk etdikdən sonra addımlamalıyıq. Və bütün bunları da kənara qoyaq. Ümumiyyətlə, belə başlamaq istəyirəm. Ümumiyyətlə, nəyə görə deyirlər ki, danışdığın sözə fikir ver? Bu sözü biz çox eşitmiş olarıq, dəyərli izləyicilər. Adam bir ağzından çıxana bir fikir verir də, çox üzr istəyirəm bu ifadəyə görə. Yəni, bir ağzına gələni danışmaq da bir şey deyil. İndi sual yarana bilər. Bəlkə də heç kimdə yaranmır, amma biz açaq da, get-gedə açaq. Ümumiyyətlə, nəyə görə deyirlər ki, danışdığın sözə fikir ver? Bunu bəlkə də o adam bu cavabı bilmədiyi üçün demir, belə deyək ki. Bəlkə də bilmir nəyə görə deyir. Amma bu sualın cavabını biz belə verək. Çünki İnsan baxmalıdır ki, onun ağzından çıxan o söz ki var, insan baxmalıdır o söz onun ağlının mı məhsuludur, yoxsa nəfsinin mi məhsuludur? Görürsünüz? Dediyi söz ağıl məhsuludurmu, yoxsa nəfs məhsuludurmu? Bunu hər şeydən öncə bunu müəyyən etmək, bunu bilmək çox mühüm bir faktordur, çox mühüm və lazımi bir şeydir. Və insanın da ən böyük, belə deyək, dəyərli izləyicilər, insanın ən böyük düşməni nəfsi, ən yaxın dostu isə ağıldır. Yəni, belə açın bunu, insanın kamala gedən yolda, insanın ali hədəfə gedən yolda ən böyük maniyəsi, onu bu yoldan eləyən ən böyük maniyəsi, ən böyük düşməni nəfsidir, nəfsdir. Amma insanın da ən yaxın dostu insanın ağlıdır. Ona görə hər zaman əvvəlcədən düşünməliyik ki, bizim ağzımızdan çıxan söz ağıl məhsuludurmu, nəfs məhsuludurmu? İndi bunu da açaq. Biz bunun ağıl məhsulu olduğunu, nəfs məhsulunun olduğunu necə təyin eləyək, necə bilək? Yəni, əvvəlcə o sözü deməmişdən qabaq öz içimizdə necə bilək, necə onu eləyək? Ona görə insan hər zaman ilk öncə düşünüb danışmalıdır. Danışıb sonra düşünməməlidir. Bax, bunun altını çizirəm, gözəl sözdür, gözəl qeydlərdir. İnsan ilk öncə düşünməlidir, analiz etməlidir, daha sonra danışmalıdır. Danışdıqdan sonra düşünməməlidir. Artıq işdə ki, o söz artıq sənin deyil. O, səhv etmirəmsə, Həzrət Əldən belə bir hədis, belə bir söz var idi ki, yəni artıq ağzından çıxıbsa o söz,
hansısa imamlarımızdan, onlardan gələn bir söz də bu. Yəni artıq bu söz ağzından çıxırsa, bu sənin məhsulun deyil. Ona görə ilk öncə biz sözü deməmişdən qabaq düşünməliyik, sonra danışmalıyıq. Danışdıqdan sonra düşünməməliyik. Bura qədər hər şey aydındır. Daha sonra bütün bunları bildikdən sonra, məsuliyyətimizi də hiss etdikdən sonra ki, həqiqətən çətin bir yoldur. Belədir, elədir, hazıram. Allah da təki kömək eləsin. Bu zaman doğru yolu necə təyin etməliyik və o yolda biz necə addımlamalıyıq? Bax, əsas yerə indi giriş etmiş olduq. Dəyərli izləyicilər, insan həyatının mərkəzində bir sual dayanır, bir sual vardır. Mən hara gedirəm və niyə gedirəm? Bu sualın cavabı doğru yol anlayışını doğurur. Yəni insanın özü ilə baş-başa qalıb özünə bu sualı verməsi əslində insanın doğru yol axtardığının göstərgəsi deməkdir. Belə doğru dildə deyil. Yəni sən əgər bunu öz içində sorğulayırsansa, deməli sən doğru yol axtarırsan da, belə deyək. Doğru yol axtarışındasan, amma bilə bilmirsən. İndi açacağıq. Dedik yanlışın doğurur. Çünki yol sadəcə istiqamət deyil, mənanın özüdür. Mənadır yol. Doğru yolu nə dəbdə olan fikirlərlə, nə də çoxluğun səsi ilə müəyyən olunmur. Doğru yol. Doğru yol onunla müəyyən olunmur. Doğru yolu müəyyən etmək üçün bizim 3 şeyə ehtiyacımız var. Qeyd edin dostlar, dəyərli izləyicilər. 3 şeyə bizim ehtiyacımız vardır. 1. Ağla, 2. Qəlbə, 3 də vicdana. Bu üçü bizə lazımdır ki, biz doğru yolu təyin edək. Yəni biz bu dəqiqə doğru yolu təmin etmə yolunda qədəmlərimizi qoyuruq. O yolu təyin etmək üçün ağıl, qəlb və vicdanın eyni nöqtədə belə deyək ki, razılaşdığı yerdə o yol artıq üzə çıxır. Bu 3 şeyə diqqət etməliyik. Bura qədər hər şey aydındır. Biraz nəyə görə deyirəm? Biraz özünüzün də düşünməyinizi xahiş edirəm, dəyərli izləyicilər. Çünki yəni hər şeyin nöqtə vergül demək də bir şey deyil sözün həqiqi mənasında. Bu sözü biz deyirik. İndi hər birinizə də Allah ağıl verib, şuur verib. Artıq onu qəbul edib öz anlayacağınız, amma doğru şəkildə, doğru yolda öz anlayacağınız şəkildə siz düşünüb bir özünüzə nəticə çıxartmalısınız. Deməli, dedik nədir? Belə dedik ki, doğru yolu biz tam şəkildə müəyyən etməyimiz üçün bizim ağıl, qəlb və vicdan bu üçünün eyni nöqtədə birləşdiyi, razılaşdığı yol. Yəni bu üçü bizə lazımdır. Din bu yola sırat-ül müstəqim deyir. Sırat-ül müstəqim. Deməli bu sırat-ül müstəqim adlandırır. Fatihə surəsində də var sırat-ül müstəqim ayə olaraq. Sırat-ül müstəqim adlandırır din bu yoldu. Yəni əyriliyi olmayan, insanı həm daxildən saflaşdıran, həm də Allaha yaxınlaşdıran bir yol. Bu da nədir? Fəlsəfi baxımdan isə, dərsimizə uyğun olaraq yazmışam, fəlsəfi baxımdan isə doğru yol insanı parçalamayan yoldur. Əgər bir yol, baxın bu 3 diqqətlə dinləməyinizi xahiş edirəm dəyərli izləyicilər. Əgər bir yol ağlı susturur, vicdanı narahat edir və qəlbi daraldırsa, o yol doğru yol deyil. Ləğv edin, üstündən qələm çəkin, o yoldan çıxmağa çalışın. Hər şey bu üçünün başında dayanır, dəyərli izləyicilər, özünüz görürsünüz. Əgər bir yol ağlı susturur, vicdanı narahat edir və qəlbi daraldırsa, o yol doğru yol deyil, çəkinməliyik.
nə qədər, yəni bu nə qədər cazibədar görünsə də, doğru yolu insanı içdən-içə bütövləşdirməlidir. Onu özü ilə barışdırmalıdır. Ona özünü tanıtmalıdır ki, bax sən kimsən? Sən nələrə qadirsən? Belə nəticə çıxartdıq. Doğru yolun ölçüsü nəticə deyil, istiqamətdir. Yəni doğru yolu biz sadəcə sırf gedib ora çatıb, yəni belə deyək ki, nəticə deyil, istiqamət almaqdır. Çünki insan səhvsiz deyil, amma istiqaməti düz ola bilər. Yəni insan səhvsiz, belə deyək ki, insanın səhvi olsa belə, onun doğru yolu düzgündürsə, yenə də inşallah Allah onu bağışlayar. Çünki günah səhvsiz qul yoxdur indiki dövrdə. Hətta peyğəmbərlərin yolu belə çətinliklərlə dolu olub. Peyğəmbərin belə yolları çox çətinlik və keşməkeşli olub. Deməli, çətinlik yalnız belə deyək ki, yəni çətinlik yalnız bizə belə deyək ki, çətinlik, ay belə ki, ayda bu yol çətindir, gedə bilmərik və yaxud xeyr. Çətinlik yalnız bizə yanlışlığı yox, bəzən dəyərini göstərir. Yəni o yolun dəyəridir bu çətinlik. Yəni asan olsa nə olardı? Yəni bu da vardı, biraz düşünün. Yəni o çətinlik o yolun nə qədər dəyərli yol olduğunu göstərgəsi. Asan olsan bir nə var, bu elə belə şeydir ki, bunu hamı gedə bilər. Yəni o çətin, bu bilinçaltı, bu düşüncədə olar ki, bu çətinlikdir əslində bizi. Bu çətinlik əslində bu yolun nə qədər dəyərli və nə qədər gözəl, üstün bir yol olduğunu bizə göstərir. Əgər bir yol səni təkəbbürdən uzaqlaşdırırsa, deməli təkəbbürdən uzaqlaşdırıb, məsuliyyətə yaxınlaşdırıb, haqqı qorumağa çağırırsa, vicdanın səsini dinləyirsənsə, bu yol doğru yolun işarəsidir. Doğru yola işarə eləyir. Bu yolda əsas mərhələ sürət deyil, istiqamətdə qalxmaqdır. Çünki elə bil ilahi rəhmət, belə deyək ki, elə bir şey ola bilər ki, sən o 25 ilə gedən yolu sən bir aya da gedə bilərsən. Məsələn, 25 günə getdiyin yolu bir günə də gedə bilərsən. Yəni, o da sənin əməlindən asılıdır. Sənin içdən olan o istəyi, niyyətindən asılıdır. Nəyə görə deyirik ki, əməllər niyyətlərə bağlıdır. Niyyət olmasa əməl həyata keçə bilməz. Əsas budur. Din bunu istiqamət adlandırır. Din bunu istiqamət adlandırır. Az, amma davamlı. Doğru yolda addımlayan insan özünü başqalarından üstün görməz, səhv edəndə inkar etməz, öyrənməkdən utanmaz, qorxmaz, eqol olmaz ki, məsəl üçün sənə bir məsəl üçün yeri gələr, sənə bir uşaq da elə bir dərs verə bilər ki, o səndə yadda qalan bir şey ola bilər. Yəni sən öyrənməkdən heç zaman çəkinməməlisən, utanmamalısan və qorxmamalısan. Yəni Allah bu yolda, doğru yolda addımlayanları əsla yolda, yarı yolda qoymaz. Əsla yalnız qoymaz. Və təbii ki də əslində doğru yolun məqsədi yalnız bir sona çatmaq deyil. O yolun özüdür insanı dəyişən. Başa düşürsünüzmü? Yalnız biz sona çatmaq üçün addımlamamalıyıq. O yolun özü, get o yolu yeridikcə sən belə deyək ki, insanı səni öyrədir, sənə yeni bir şeylər qatır, belə deyək. İnsan o yolda nəfsindən azad olub mənaya, yəni artıq kamala çatmış olur. İnsanın çata biləcəyi ən son dərəcəyə çatmış olur. Bəzən yol insana çətin gələ bilər, belə deyək ki, uzana bilər, qaranlıq ola bilər, amma unutmamaq lazımdır ki, Allah yalnız sonunda yox, doğru niyyətlə atılan addımların yanındadır, dəyərli izləyicilər. Doğru yol nəfsin yox, həqiqətin ardınca getməkdir və bu yolda az adam olsa da
Tək qalmaq yoxdur. Tək qalmırsan. Hər zaman sənin Allahın olur, sənin dəstəkçin. Bundan başqa da ehtiyac varmı? Başqa dəstəkçiyə? Xeyr, yoxdur. Dəyərli izləyicilər, bura qədər hər şey aydın oldu inşallah. Yəni nə deməkdir bu? Doğru yolu deməli necə nəticə aldıq? Doğru yolu təyin etmək yolunda insan ilk öncə bir daxili aləminə müraciət etməlidir. Harda olduğunu bilməlidir, hansı dərəcədə olduğunu bilməlidir və o üç mühüm dedik: ağıl, qəlb və vicdan. Bunları bir nöqtədə birləşdirib artıq İslam və fəlsəfədə də deyildiyi kimi artıq belə deyək ki, əgər ki bir yol insanı, belə deyim də bunu açaq, əgər ki bir yol insanı belə deyək ki vicdanını narahat edirsə, vicdanını sıxışdırırsa, qəlbini, ağlını susturursa, qəlbini narahat edirsə, o deməli doğru yol deyil. Aha. Amma bir yol insana dəyər qatırsa, insanı özü ilə barışdırırsa, insanı bütövləşdirirsə, elə bil ki doğrudan da insanı belə deyək ki tamamilə bir-biri ilə birləşdirirsə, deməli o doğru yoldur. Doğru yolda addımlamalıyıq və özümüzə ali hədəfi təyin edib bu hədəf yolunda əmin addımlarla davam etməliyik. Ümid edirəm bura qədər hər şey aydın oldu, dəyərli izləyicilər. Bura qədər hər şey aydın oldusa, biz artıq keçək öz dərsimizə. Bunu da çox uzatmaq istəmirəm. Epikür də elə 4 səhifədir. İnşallah qutaracam. Demək, belə başlayır. Diqqətlə dinləməyinizi xahiş edirəm, dəyərlicə. Bağdakı cığır Epikür. Öz dəfn mərasiminizi təsəvvür edin. Bu necə olacaq? Ona kimlər qatılacaq? Nə deyəcəklər? Təsəvvürləriniz öz baxış bucağınıza uyğun olmalıdır. Sanki siz özünüz bir kənarda dayanıb bütün bu prosesi izləyirsiniz. İndi bəzi insanlar bu ehtimalı doğruluğa ölümdən sonra fiziki bədənimizi tərk edən ruhumuzun bu dünyada baş verənləri izləyə biləcəyinə çox inanırlar. Ölümün bir son olduğunu düşünənlər üçün isə bu əsl bir problemdir. Onlar orada olmayacaqlarını hər dəfə təsəvvürə gətirməkdən ötürü orada olduqlarını və baş verənləri izlədiklərini təsəvvürlərində canlandıramırlar. Öz ölümünüzü təsəvvür etməyi nə dərəcədə bacarmadığınızdan asılı olmayaraq, mövcud olmamaqdan qorxmanız tamamilə təbiidir. Yəni, tamamilə yox olmaqdır insanı qorxutmaq, bunu deyir. Kim öz ölümündən qorxmur ki? Əgər bizi narahat edəcək yeganə məsələ varsa, o da məhz bu olmalıdır. Uzun illərdən sonra baş versə belə, bu dünyada mövcud olmamaq barədə narahatlığa qapılmaq tamamilə normal bir hissdir. Bu bir instinktdir. Yaşayan insanlardan çox az qismi ölüm haqqında dərindən düşünməz. Qədim Yunan filosofu Epikür eramızdan əvvəl 341-270-ci illər arasında yaşamışdır. Ölüm qorxusunun vaxt itkisi və pis məntiqə əsaslandığını iddia edirdi. Bunda nəyə görə deyir əslində? Deyir ki, yəni bu hamının, bu nəyə görə qorxmamalısınız deyir. İndi bunu mən əvvəlcədən oxumuşam deyə deyirəm. İndi oxuduqca sizə elə eşidəcəksiniz, biləcəksiniz. Bunda nəyə görə deyir, yəni həqiqətən? Çünki deyir ki, yəni bu hamının başına gələn bir şeydir. Hamının başına gəlirsə, deməli bu adi normal bir şeydir. Yəni bu xüsusi olaraq sırf sənin başına gəlirsə, onda sən narahat olmalıydın, bir çarə axtarmalıydın. Bu hamının başına gəlirsə, bu səni bu qədər dərindən sarsacaq şəkildə qorxutmamalıdır. Yəni bunu demək istəyir. Düşüncəmiz qaydaya salandan sonra bu dünyadakı həyatınızdan deməli iddia edirdi. Əgər bu tətərdən düşüncəli qorxulu bir şey olmadığını aşkarən görəcəksiniz. Deməli,
Epikürə görə bu olduqca vacibdir. O əmin idi ki, fəlsəfənin məqsədi həyatı daha gözəl etmək və xoşbəxtliyə qovuşmaqda insanlara kömək etməkdir. Görürsüz, gəlib çıxıb yenə o ali hədəfə kamala çatır. Çünki bundan başqa yol yoxdur ki, dəyərlizə. Kimisi bunu xoşbəxtlik adlandırır, kimisi bunu eudomaniya adlandırır, kimisi ali hədəf deyir, kimisi kamillik, kamal. Bu belə gəlib keçir. Amma əsas yenə yol eynidir. Yenə Mehmet hocamızın bunu mən xüsusi vurğulayıram. Yollar fərqli olsa da mənzil eynidir, çıxacağın yer eynidir. Biri elə desin, biri belə desin, amma əsas niyyətdir. Niyyət eyni olsun. Bəzi insanlar ölüm haqqında düşünməyin dəhşətli bir şey olduğunu inanırlar. Lakin Epikürə görə bu həyatda daha maraqlı etmək üçün bir vasitədir. Belə deyək ki, buraları mən elə başa düşürəm, dəyərli izləyicilər, oxumağa ehtiyac yoxdur. Epikürün belə deyək ki, doğulduğu yer və s. bu haqda danışır. Ona görə buraları keçirəm. Əsas bizə elə bil ki, harda doğulduğu, yaşadığı bunlar bizə lazım deyil də. Çünki işarə eləyirlər gələn dərsimizdə deməli bizim gələn dərsimiz 3 dənə epikdə deməli Siseron bir də Seneca haqqında olacaq. Orada ətraflı hamısını danışarıq. Amma bugünkü bu yazım biraz uzun olduğu üçün dəyərli insanlar. Ona görə belə deyək ki, uzun olduğu üçün hamısını elə başdan ayağa oxuya bilməyəcəm da. Çünki dostlarım da həm özləri də qulaq asır, qeyd edirlər, həm də deyirlər ki, vaxt azdır. Ona görə sırf əsas yerlərini oxuyacağam. Belə deyək, harda Epikürə görə həyatın açarı hamımızın həzz axtarışında olduğumuzu qəbul etmək idi və daha vacib məqam bacardıqca ağır acıdan qaçmamızdır. Bizi hərəkətə gətirən də məhz budur. İztirabları həyatımızdan kənarlaşdırmaq, xoşbəxtliyi isə artırmaq həyatımızı daha gözəl edər. Buna görə də yaşamağın ən yaxşı yolu sadə həyat tərzi sürmək, ətrafdakı insanlara qarşı nəzakətli davranmaq və dostların əhatəsində yaşamaqdır. Bu yolla siz arzularınızın çox hissəsini həyata keçirə biləcəksiniz. Əldə edə bilməyəcəyiniz heç nə qalmayacaq. Əgər heç zaman kifayət qədər pulunuz olmayacaqsa, o zaman malikanə sevdanıza düşməniz də məsləhət deyil. Böyük ehtimalla heç cür əldə edə bilməyəcəyiniz bir şey uğrunda mübarizə bütün həyatınızı sərf edir. Yəni, belə açım. Yəni, əslində deyir insanı, belə deyək ki, mutsuz edən, belə deyək, insanı belə pis edən, məhz onun çata bilməyəcəyi xəyal etməsidir. Biraz bəlkə də belə dəyişik, belə qəribə bir cümlə oldu, amma doğrudan da bu doğrudur. Deyirsən, o vaxt xoşbəxt olarsan ki, öz çata biləcəyin bir xəyal etdiyin zaman sən xoşbəxt ola bilərsən. Sən görürsən ki, sənin kifayət qədər pulun yoxdur, amma 1 milyon, yarım 2 milyonluq ev istəyirsən. Amma bunu da xəyal eləyirsən axı. Çata bilməyəndə də sən məyus olursan isə. Yox, belə eləmə deyir. Sən çata biləcəyin şeyi xəyal elə ki, axırda xoşbəxt olasan. Yəni, sırf bu fikirlə getsən, sən xoşbəxt olacaqsan. Bunu demək istəyir, dəyərli izləyicilər. Demək ki, yəni daha sadə yolla yaşamaq, yəni mutsuz olub bir ömür belə pis, bədbəxt şəkildə yaşamaqdansa xoşbəxt daha sadə yolda yaşamaq daha yaxşı və məqsədə uyğundur. Arzularınız sadədirsə, onları həyata keçirmək də asan olacaq və həyatınızdakı başqa əhəmiyyətli işlərə sərf etmək üçün daha çox vaxtınız və enerjiniz qalacaq. Bu onun xoşbəxtlik anlayışıdır və bizə kifayət qədər mənalı görünür. Bu fəlsəfə müəyyən mənada terapiya idi. Epikürün məqsədi tələbələrinin zehni istirablardan azad etmək və keçmiş əzləri yada salmaqla fiziki ağrıları azaltmağı öyrətmək idi. O qeyd edirdi ki, həzlər qısa müddət sürə bilər, lakin onların sonradan yada saldıqca biz təkrardan həzz duya bilirik və bu yolla
onlar daha uzun müddətli təsirə malik olur. Yəni ölüm yatağında olan və ağrı çəkən dostuna vaxtilə onunla söhbətdən aldığı həzzi xatırladaraq diqqətini xəstəlikdən yayındırmağa necə nail olduğu barədə Epikur yazmışdı. Yəni bunu həqiqətən eləyə bilərsən. Mən keçən dəfəki o belə deyək ki, eksperiment haqqında danışmışdım, dərman. Bildiniz nə demək? Yəni fikir, xəyal, duyğu, bunların insan sağlığında demirəm %100, amma çox mühüm təsiri vardır. Demək bütün bunlar bugün bilinən epikurizm anlayışından fərqlidir. Demək olar ki, onun tam əksinədir. Adətən Epikurcu adı ləziz yeməklər yeməyi xoşlayan, lüks və zövqlü həyat tərzini sevən birinə verilir. Epikur isə bunlardan qat-qat sadə zövqə sahibidir. Aza qane olmağın vacibliyini vurğulayırdı. Çünki tamahın əsiri olub onu doyurmağa çalışdıqca daha böyük arzular meydana çıxır ki, nəticədə də istəklərinin hamısını əldə edə bilməyən insan mental əzablara düçar olur. Yəni, azə qane ol sözünü həmişə nəyə görə deyirlər? Yəni, sən sırf istədikcə, sən o bütün istəklərini həyata keçirə bilmədiyin üçün daha sonra səndə məyusluq yaranacaq, xoşbəxt ola bilməyəcəksən. Ona görə deyir ki, hazır bu qədər məyus olduğuna aza qane ol və xoşbəxt ol. Çata biləcəyin xəyalları xəyal elə ki, daha sonra xoşbəxt olasan. Çünki insanın da ana qayəsi burada xoşbəxt olmaq. Ona görə çata biləcəyimiz, əldə edə biləcəyimiz şeyləri xəyal etməliyik, çalışmalıyıq ki, daha sonra da həzz ala bilək, sevinə bilək. Yoxsa sən olmayan şeyi xəyal etdikdən sonra onun heç bir xeyri yoxdur. Özünüz bildiniz mən nə demək istəyirəm. Belə deyək ki, buraları da keçirən müasir epikurizm də öz əsasını məhz buradan almışdır. Əgər epikurun davamçıları həqiqətən belə edirdilərsə, o zaman bu onların ustadlarının təlimlə tamamən zidd davranış imiş. Çox güman ki, bunlar sadəcə şayə idi. Və davam edək. Epikur haqda dəqiq bilinən əsas məqam onun həddən artıq çox yazmasıdır. Çox yazan imiş da belə, olduqca məhsuldar adam imiş. Amma onun, məsələn, 300-ə yaxın kitab yazıb, amma onların çox təəssüf olsun ki, indi oxuyacaq. Onlar bizim günümüzə qədər gəlib çatmayıb. Yəni, onun, belə deyək, şagirdlərinin, onun yaxınlarının, onun haqda yazdıqları nəticəsində biz onu tanımışıq. Onun əsərləri bizim günümüzə gəlib çatmıyor. Deməli, olduqca o papirus kağızları üzərində 300-ə bax gəlib çatdıq dedik. Kağızların 300-ə qədər kitab yazmışdı. Lakin onlardan heç biri günümüzə qədər gəlib çatmayıbdır. Haqqında bildiklərimiz əsas etibarilə onun ardıcıllarının, yəni tələbələrinin yazdıqlarından əldə edilibdir. Onun kitablarını əzbər öyrənənlər həmin təlimi yazılı şəkildə növbəti nəsilləri ötürmüşlər. Sözü gedən yazıların bəziləri isə Vezuvi vulkanının püskürdüyü lavanın Pompey şəhəri yaxınlıqdakı küllüyündən tapılmışdır. Epikurun təlimləri haqqında başqa bir dəyərli mənbə isə Roma şairi və yazıçısı Lucrezinin cisimlərin təbiəti haqqında poemasıdır. Burada bu poemada Epikur haqqında, yəni Epikurun ölümündən 200 il sonra yazılmış bir kitabdır. İndi bax, Epikurun ölümündən 200 il sonra yazılmış bu poema onun məktəbinin əsas təlimlərini özündə əks etdirir. Beləliklə, Epikurun nə üçün ölümdən qorxmaq lazım deyir, sualına qayıdaq. Ölümünüz sizinlə baş verəcək bir şey deyil. Bax, ən başda dediyimi indi burada oxuyuruq. Özünüz də gördünüz, bax, yazıbsınız, göstərirsiniz. Ölümün sizinlə baş verəcək bir şey deyil. Bu baş verəndə siz artıq mövcud olmayacaqsınız. 20-ci əsr filosofu Ludwig Wittgenstein bu nəzəriyyəni özünün məntiqi fəlsəfə traktatı
adlı əsərində belə təqdim etmişdir. Ölüm bir həyat hadisəsi deyil, yəni təkcə sənin başına gəlmir, bütün ümum bəşər üçündür. Burada əsas məsələ bizim müəyyən hadisələri yaşamamızdır və şüurlu şəkildə yaşamadığımız hər hansı hadisə əsla bizim başımıza gəlmiş sayıla bilməz. Epikür bildirir ki, biz öz ölümümüz haqqında düşünəndə çox adamın ölümdən sonra cansız cəsədin başına gələcəklərdən xəbərinin olacağını düşünmək yanlışlığa yol verir. Bu isə bizim kimliyimizin yanlış qavramağımızdır. Biz öz bədənimizə, fiziki vücudumuza bağlıyıq. Epikürün nəzəriyyəsinə əsasən biz atomlardan ibarətik. Yəni bədən atomlardan ibarətdir. Onun atom termini ilə müasir elmdə bilinən atom nisbətən fərqli məfhumlardır. Ölüm zamanı bu atomlar bir-birindən ayrılanda biz artıq şuurlu varlıq kimi mövcud olmuruq. Hətta əgər kimsə bu hissləri hansısa yolla birləşdirməyə nail olub, ona can versə belə bunun bizimlə artıq heç bir əlaqəsi olmayacaq. Bu yeni bədən zahirən bizə bənzəsə də tamamilə başqa bir insan. Yəni bu reinkarnasiyon zad deyirlər, başqa bir bədəndə təkrar qayıtma. Bu elə biraz ona da yaxınlaşır. Elə bil insan öldükdən sonra neçəsə il sonra başqa bir bədənlə təkrardan dünyaya gəlir və çox az da olsa, məsəl üçün əvvəlki həyatından bəzi yaşadıqlarını, məsələn deyirlər ki, məsəl üçün o doğum ləkəsi zad deyirlər, məsəl üçün qolda, o nədən olur, məsəl üçün həmən bax qolundan nəsə yara alıb, alıb onun ləkəsi. Məsəl üçün yüksəklik qorxun varsa, deməli sən bundan əvvəlki həyatında bir binanın, bir şeyin üstündən düşüb ölübsən ki, səndə o fobiya yaranır. Bunu İslam dünya görüşündə bu elə qəbul edilən bir şey deyil, amma biraz da bu dediyindən ona gəlib çıxdı. Belə deyək, onun yaşadığı istirabları mən hiss etməyəcəm. Çünki bədən bir dəfə öz funksiyasını dayandıranda onu daha heç bir qüvvə təkrar həyata qaytara bilməz. Çünki belədə onun kimlik zənciri qırılmış olur. Deməli, Epikürün tələbələrini ölüm qorxusundan qurtarmaq üçün istifadə etdiyi növbəti bir üsul keçmiş və gələcək ilə bağlı hisslərimizin arasındakı fərqi sezmək idi. Biz onlardan biri haqda düşünür, digər haqda isə düşünmürük. Deməli, doğulana qədərki zamanı düşünün. Heç bir şey xatırlamırıq da, doğulmuşdan əvvəl biz heç bir şey qavl-bəladayıq deyirlər. Yəni oradan biz elə heç bir şey başa düşmürük. Siz doğulmazdan öncə də həyat öz axarı ilə davam edirdi. Hətta sizin valideynləriniz doğulmazdan 1000 illər əvvəl də həyat mövcud idi. Biz adətən özümüzdən öncəki zaman haqda düşünmürük. Bəs onda biz mövcud olmadığımız vaxt gələcəkdə nələr baş verəcəyi haqda niyə düşünməliyik? Bizim düşüncələrimiz asimetrikdir. Yəni biz əvvəlki zaman haqda düşünmək əvəzinə ölümümüzdən sonra nələrin baş verəcəyi haqda düşünürük. Epikür isə bunun yanlış olduğunu düşünürdü. Bəzən bir hal müşahidə edərkən ölümdən sonra nə baş verdiyi haqda düşündüyümüz kimi, doğumumuzdan öncə də nələr baş verdiyi haqda düşün, heç bir şey xatırla. Elə bil ki, ölümümüzdən sonra nə olacağını necə bilmiriksə, doğumumuzdan öncə də nə olduğunu biz bilmirik. Bunu demək istəyir. Ona görə siz deyir, yəni bunu düşünsəniz, sizdə heç bir problem qalmaz, problem yaşatmaz bu sizə. Bəzən insanlar ölümdən sonra cəzalandıracaqlarına görə çox narahat olurlar. Epikür bu narahatlığı da inkar edirdi. Allahlar bu yaradılışları ilə bağlı o qədər də narahat deyirlər. Fikrini də öz tələbələrinin inamına təlqin edirdi. Çünki o dönəm elə bil ki, bunlar ona inanırmış da. Çünki o dönəm İslam da yox idi. Dəqiq. Çünki antik Yunan filosofu daxı o dövrlərdə də mifologiyada da var. Çox tanrılı dinlər var idi da. Günəş tanrısı, ay tanrısı, Zeus deyirlər, yeraltı, nə Hades, Mades da belə şeylər çoxdur həqiqətən. Yeraltı tanrısı. Belə, yəni çox tanrılı dindir deyə burada elə dinlər mövcud imiş deyə burada Allahlar kimi əstəğfurullah ilə qeyd olunub, əstəğfurullah lazım və tübülü. Deməli, bu argumentlərin kombinasiyası şəfadır. Bu işə yarayırsa siz mövcudluğunuz başa çatandan sonra nə baş verəcək da
haqda o qədər də narahat olmayacaqsınız. Epikur bu fəlsəfəsini bu sözlərlə ifadə edir. Yox idim, var oldum. Əgər yoxamsa, onda məni heç nə maraqlandırmır. Yəni, bunu belə açım. Yəni, yox idim, var oldum. Elə bil, yəni bu nə demək deyirəm, mən öz istəyimlə, öz sifarişim, bəli, biraz gülməli çıxdı, öz istəyimlə, öz sifarişimlə mən bura gəlmədim. Yəni, məndən asılı olmayan səbəblərə görə belə oldu. Yəni, bu ölümdən sonra nə olacağımı da bilmirəmsə, deməli, bu məni qorxutmamalıdır. Çünki bu çox absurd olur. O zaman biz doğumumuzdan əvvəlki şeyi də düşünüb narahat olmalıyıq da. Heç narahat oluruqmu? Xeyr, narahat olmuruq. Deməli, bunu ağlımıza gətirməliyik. Doğulmamışdan öncəki həyatımızda harda olduğumuz, nə olduğumuz haqqında heç bir məlumatımız yoxdursa, deməli bizim hal-hazırda ölümdən sonraki həyat haqqında da məlumatımız yoxdur və bu bizi qorxutmamalıdır ki, əgər ki qorxudursa doğumdan öncəki həyat haqqında da düşünüb qorxmalıyıq. Elə şey düşünüb qorxursunuz, xeyr. Ona görə deyir, yəni bu da sizi narahat eləməsin. Bu bir, ikincisi, yəni bu təkcə sizin başınıza gələn bir şey deyil ki, sizi qorxuda, narahat olasınız. Bu ümum bəşər bir şeydir. Bax belə, davam edirəm, sona gəlirəm. Əgər siz bizim sadəcə bədəndən ibarət fiziki bir varlıq olduğumuza və ölümdən sonra heç bir cəzalandırma olmayacağına inanırsınızsa, o zaman Epikurun dəlilləri sizi ölümdən qorxulu heç nəyin olmadığına da inandırar. Yenə də ölüm ağırlı bir şey olduğuna görə müəyyən qorxu çəkə bilərsiniz. Bu mümkün bir şey olsa da buna görə ölümün özündən qorxmaq mənasızdır. Unutmayın ki, Epikur xatirələrin ağrını qismən azaldacağına inanırdı və bunun üçün hazır bir cavabı da var idi. Lakin siz bədəndəki ruh olduğunuzu və bu ruhun ölmüş bədəndən nə vaxt ayrılacağını düşünürsünüzsə, onda Epikurun müalicəsi sizə yaramaz. Ürəyiniz dayanandan sonra belə mövcudluğunuzun davam etməsini təsəvvür edə biləcəksiniz. Fəlsəfənin, belə deyək ki, fəlsəfənin bir növ müalicə olduğunu düşünən yalnız epikürçülər deyildi. Yunan və Roma filosoflarının çoxu belə düşünürdülər. Məsələn, stoiklər xoşa gəlməz hadisələrlə psixoloji cəhətdən necə davam gətirməyimizə, demək, xoşa gəlməz hadisələrə psixoloji cəhətdən necə davam gətirməyimizə dair öz qənaətləri ilə xeyli məşhur idilər və bu da bizim 5-ci dərsimizin mövzusudur. Fərqinə varmamağı öyrənmək, Epiktet, Siseron və Seneca. Bizim bu mövzumuzun, deməli, bu dərsimizin mövzusudur. Yəni, burada biz bunu xülasə olaraq deyim, biz buradan bu nəticəni çıxarırıq ki, dəyərli izləyicilər, biz ümumiyyətlə ilk öncə xoşbəxt olmaq üçün çata biləcəyimiz şeylərə arzulamalıyıq. Aza qənaət etməliyik, sadə şəkildə yaşamalıyıq ki, məyus olmayaq. Yəni, çata bilməyəcəyimiz xəyalları xəyal etməklə yalnız özümüzə ziyan vermiş olarıq, psixolojik cəhətdən deyirəm. Hazır sən belə elədiyinə, özünü doğru şəkildə çata biləcəyin arzularla arzula və özünü xoşbəxt elə. Çünki sənin ana qayan budur, ey insan. Biz bunu deyirik. Çox lori dildə deyir. Deyirsən, xoşbəxt olmaq istəmirsənmi? Vəssalam, çata biləcəyin şeylərə arzula. Çat ona, xoşbəxt olacaqsan, sevinəcəksən. Amma nətər? Bu xoşbəxtliklər də əbədi deyil. Əbədi xoşbəxtlik, indi onu çox danışmışam, yenə təkrar danışmıram. Ali hədəfə gedən yolda, ali hədəfə çatdıqdan sonraki olan xoşbəxtlikdir, dəyərli izləyicilər, və biz bununla da bugünkü mühazirəmizi bitiririk, bugünkü dərsimizi bitiririk. Ümid edirəm ki, hər şey sizlər üçün aydın oldu. Əgər ki, bir sual yaransa, aşağıya şərh olaraq bildirə bilərsiniz. Bizi izlədiyiniz, dinlədiyiniz üçün hər birinizə təşəkkürlərimi bildirirəm. Gələcək dərslərimizdə görüşənə qədər sağ olun, var olun, özünüzə yaxşı baxın. Təşəkkürlər.